belə tablolar asılır həmişə dualarla. Bu Ayətül Kürsidir. Məlum məsələdir, Ayətül Kürsi təsiri qorumaq üçün və s. məlum məsələdir. Bu Qaləm surəsinin axır ayəsidir, bu nəzərə aiddir. Nəzərə aiddir, hə. Burada isə dualardır, Cəbrail, Mikail və s. dualardır. Lakin gizli şəkildə burada bir adlar yazılıbdır. Bu adlara çox adam diqqət eləmir. Bu adların əslinə isə baxanda məsələn, Dərviş, Sədus, Kiştit, Qitmir, bu hamısı şeytanların adlarıdır. Şeytanlar yəni cinlərin adlarıdır. Lakin bunu yazan adam, bu Türkiyədən gəlir. Yəni, Türkiyədən də bunu düzəldən adamların çoxu güya müsəlman cinlərlə işləyən xocalardır. Lakin əslində onlar müsəlman cinlərlə işləmirlər. Onlar şeytanlarla işləyir. Bu cinlərin adlarıdır. Onlar zənn edirlər ki, bu duaların xadimləri var. Bu dualara xidmət edən cinlər var. O cinlər vasitəsilə onlar xeyri cəlb edirlər. Onlar evlərə huzur, bərəkət gətirir, təqdər edən podobne. Belə şeylərə diqqət etmək lazımdır. Bu dualar evdən çıxarılmalıdır. Və aleykum assalam və rəhmətullah. Deməli, biz bu yaxınlarda bir video paylaşmışıq və orada bir nəfər bir Quran ayətlərinin arxasında bəzi adlar oxuyur və deyir ki, bu adlar deməli şeytanların adlarıdır və bu adlardan istifadə edirlər, onları çağırırlar və s. Və biz də bu videonun zahirinə baxdıq və o videonu paylaşdıq. Və sonra isə bu video barəsində bir neçə səslər gəldi və iddia olundu ki, bunlar cinlərin adları deyil və bunlar Əshab-ül Kəhfin, yəni mağarada olanların adlarıdır. Və biz də istədik ki, bu barədə araşdırma edək, sonra isə cavab verək Allahın izni ilə. Deməli, bir neçə təfsirə baxdıqdan sonra aşağıdakı məlumatları əldə edə bildim Allahın izni ilə. Deməli, Həsən el-Basri bir yerdə İbn Kəsir Həsən el-Basri'dən rəvayət edir ki, Həsən el-Basri rəhməhullah deyir ki, deməli, mağarada olan itin adı Qitmirdir, yəni ta hərfi ilə Qatmir. Amma eyni halda İbn Kəsir Şüeyb əl-Cəbbanidən gətirir ki, itin adı Himrandır, Himran. Bu iki rivayət itin adı barəsində. Amma insanların sayına gəlincə isə İbn Kəsir rəhməhullah və başqaları, deməli, başqa təfsirçilər İbn Abbasdan 2 dənə rəy gətirirlər. Onlardan birinin adı sayı 8 deyilir, birində 7 deyilir. Amma 8 nəfər sayı gəlincə isə, deməli, o sayılar hansılardır? İbn Kəsir gətirir ki, onların ən böyük, yəni İbn Abbasın sözünü gətirir ki, İbn Abbas radiyallahu anh deyir ki, onlardan ən böyüyü adı Məksəl Minə idi, Məksəl Minə. Sonra isə İbn Kəsir həmən böyüyün adını başqa yerdə Məcsimlinə gətirir, Məcsimilninə gətirir. Bir yerdə Məksəl Minə, bir yerdə Məcsimilninə gətirir. İkinci adı Təmlixan, üçüncünün adı Martunəs, dördüncü adı Kəştunəs, beşincinin adı Birunəs, altıncının adı Dimus, yedincinin adı Batunəs, 8-cinin adı isə Qaluş. Deməli, burada qəribə adlardır, çünki yəni ərəb dilinə uyğun adlar deyil. Ona görə bəziləri tələffüzdə əziyyət çəkə bilər. Necə ki, mən oxuyanda da özüm əziyyət çəkirəm, çünki məşhur bildiyimiz adlar deyil. Deməli, hansılar oldu onlar? Məksəl Minə, bəzi yerdə gəlib ki, Məcsimilninə, sonra Təmlixan, Martunəs, Kəştunəs, Birunəs, Dimus, Batunəs, bir də Qaluş. Və İbn Kəsir rəhməhullah bunu İbn Abbasdan gətirir. Sonra isə İbn Kəsir rəhməhullah deyir ki, və fi sihhətil hədəl əxbar nazar, lənə hədə min multəqə əhl-i kitab. Deyir ki, bu adların səhliyində nəzər var, yəni baxmaq lazımdır, yəni bunların səhih olmasında. Çünki yəni, bunlar hamısı, bu xəbərlər bizə kitab əhlinə, yəni Yahudi və Nasranədən gəlib. Çünki ümumiyyətlə, əgər bu adların dəqiq bilinməsində bir fayda olsaydı, təbii ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ondan adları belə deyərdi. Ona görə bu adlar heç bir sünnədə gəlməyib, sadəcə İbn Abbas radiyallahu anh bunu deyib və İbn Abbas da bu xəbərləri, yəni kitab əhlindən eşitdiyi, yəni xəbərlər idi. Ona görə İbn Kəsir rəhməhullah bunun sonunda gətirir ki,
bu adların səhi olmasında nəzər var, yəni məsələyə baxmaq lazımdır, bunların səhliyinə baxmaq lazımdır. Çünki bu xəbərlər hamısı kitab əhlindən gəlir. Və inşallah bu sual barədə, yəni bu video barəsində Allahın izni ilə deyəcəyimiz cavab budur. Amma videoda isə adların bəziləri, yəni buradakı kimi tələffüz olunmur. O da ehtimal ola bilər ki, kimsə adları ərəbdən türkə, sonra türkdən Azərbaycan və ya da ərəbdən rusa, rusdan Azərbaycan tərcümə edib, ona görə adlar o cür qəribə səslər. Amma İbn Kəsir rəhməhullah öz təfsirində adları biz dediyimiz formada deməli yazıb qeyd edib. Daha doğrusunu da Allah bilir.